Salam əziz şagirdlər, valideynlər. Bildiyiniz kimi 17 apreldən 1 maya qədər Dövlət İmtahan Mərkəzinin rəsmi saytında biz hər bir abituriyentin elektron ərizəsini təsdiq etməliyik. Bu elektron ərizədə həmin şagirdin qrupu seçilməlidir. Bunun üçün də biz başlayırıq ilk növbədə Dövlət İmtahan Mərkəzinin saytına daxil oluruq. Burada bakalavriyyat bölməsinə seçirik. Yəni ikinci mərhələnin birinci cəhdi. Burada bakalavriyyat səviyyəsinin 1-4-cü ixtisas qrupları üçün cəhd imtahanına qeydiyyat düyməsini vururuq. Açılmış pəncərədə sağ tərəfdə abituriyentlər üçün giriş belə bir bölmə var. Bura şagirdin fin kodunu yazırıq. Şagirdin fin kodunu yazırıq. Parol bölməsinə şəxsi kabinetin parolunu qeyd edirik. Daha sonra biz burada qəbul imtahanının birinci mərhələsinin məlumatlarını görürük. Əvvəlcə deyim ki, 20 fevraldan 5 marta qədər burada ərizə təsdiq olunub. Ali təhsil müəssisələrinin 1, 2, 3, 4 və 5-ci ixtisas qrupları üzrə müsabiqəsində iştirak etmək istəyirəm. Daha sonra kolleclərə qəbul üçün burada işarə qeyd olunub, yəni kolleclərin də müsabiqəsində iştirak etmək istəyirəm. Qəbul imtahanının birinci mərhələsi, yəni buraxılış imtahanına qeydiyyat olunub. Buraxılış imtahanı verib şagird. İndi isə biz onun 3-cü ixtisas qrupuna seçim edirik. Yaxınlaşırıq buradan bu şagird üçün 3-cü qrupdan həm DT, həm də TC alt qruplarının ikisini birlikdə seçmiş olacam. Xatırladaq ki, birinci qrupda yalnız RK alt qrupunu və yaxud da ERI alt qrupunu seçə bilərsiniz. Əvvəlki 2 ildə təyin olunmuş RK və ERI birlikdə alt qrupları artıq DİM tərəfindən ləğv olunub. Yəni, hər ikisini seçmək mümkün deyil. Ya riyaziyyat kimya, ya da riyaziyyat informatika alt qrupunu seçmiş ola bilərsiniz. İkinci qrupda sadəcə bir seçim var. İkinci qrup seçirsiniz. Üçüncü qrupda ya DT, dil tarix, ya TC, tarix coğrafya, ya da dil tarix və tarix coğrafya ikisi birlikdə seçim edə bilərsiniz. Əgər hər ikisini seçim eləsəz, tarix coğrafya alt qrupu üçün əlavə olaraq 30 manat ödəniş ödəməlisiniz. Xüsusi imtiyaz olan tələbələr bu ödənişdən azad oluna bilər. Məsələn, məcburi köçkünlər, valideyni Azərbaycan Respublikasının dövlət müstəqilliyi uğrunda, konstitusiya uğrunda sağlamlığını itirmiş şəxslər, abituriyentin özü, 18 yaşına qədər olan abituriyentin özü sağlamlığını itirərsə və yaxud da hər iki valideyndən məhrum olarsa və yaxud da qaçqın, məcburi köçkün statusuna malik olarsa, yəni bu kimi hallarda o şəxsin ödənişi dövlət hesabına ödənilir. Ona görə də ödəniş ödəməyə bilər. Yəni imtiyazlı hissəyə aiddir, imtiyazlı bölməyə aiddir. Qalan şəxslər əgər 3-cü qrupda 2 qrup seçərlərsə, o zaman TC alt qrupu üçün əlavə 30 manat ödəniş etməlidir. 30 manat ödəniş DİM-in şəxsi kabinetinə yüklənməlidir. Şəxsi kabinetə daxil olursunuz. Orada hesabı artır bölməsi var. Oradan elektron xidmətlərə daxil olub o hesabınıza 30 manatı köçürürsünüz. Ondan sonra bu prosesi yerinə yetirirsiniz. Yəni. İlk növbədə onu eləmək lazımdır. Əgər yenə deyirəm, 3-cü qrupda TC alt qrupunu seçəcəksinizsə. Digər qruplarda belə bir ödəniş ehtiyac yoxdur, amma qəbul imtahanının ikinci mərhələsinin, yəni biz blok imtahanları deyirik, birinci cəhdi üçün abituriyentlər, yəni cari ilin məzunları üçün ödəniş yoxdur. Cari ilin məzunları qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində yalnız 3-cü qrupun TC alt qrupunda
seçim etdikdə o zaman 30 manat əlavə ödəniş ödəyəcəklər. Cari ilin məzunları birinci cəhddə başqa heç bir ödəniş ödəmirlər. Başqa heç bir ödənişləri yoxdur. Yəni bu hər bir şagirdə və valideynə məlum olsun. Qəbul imtahanının ikinci mərhələsində, ikinci cəhdində, ikinci mərhələsinin, yəni blok imtahanının ikinci cəhdində, ona çox zaman şans imtahanı da deyirlər. Adətən iyul ayında başlayır bu imtahanlar. Həmin imtahanlar isə, bəli, ödənişlidir. Cari ilin məzunları üçün də ödənişlidir, əvvəlki ilin məzunları üçün də ödənişlidir. Amma bir şey də qeyd edək ki, birinci cəhd, yəni mayın sonu, iyunun əvvəli olan bu imtahanlar, ikinci mərhələnin birinci cəhdi, əvvəlki ilin məzunları üçün ödənişlidir. Ödənişlərin siyahısı Dövlət İmtahan Mərkəzinin saytında da var. Onu mən bu videonun deməli şərh bölməsinə linkini qoyaram. Oradan daxil olub ödənişləri öyrənə bilərsiniz. Beləliklə biz bu şagird üçün DT və TC alt qruplarını seçim edirik. Ərizənin təsdiq et düyməsini vururuq. Burada rüsumlardan azad olma haqqında mesaj var və bu şəxs üçün, bax, xüsusilə bu axırıncı cümləyə fikir verin. TC alt qrupu çərçivəsində coğrafiya fənnindən veriləcək əlavə test imtahanı üçün 30 manat təyin olunub. Bu şagird məcburi köçkün olduğu üçün, yəni imtiyaz burada qeyd olunub, 30 manatdan da azad olunur. Amma yəni normalda cari ilin məzunları bu 30 manatı ödəməli olurlar. İmtiyazı olmayan şagirdlərə aiddir bu. Razıyam ərizənin təsdiq et düyməsinə vururuq. Qeydiyyat uğurla başa çatdı. DT TC. Bax, bu yazılmalıdır. Bu cümlə burada olmalıdır ki, siz arxayın düşəsiniz. Məlumat təsdiq olunub 17.04.2025 saat 22:51. Bax, bu şəkildə ərizə təsdiq, məlumat təsdiq olunub. Kabinet bu formada olduqdan sonra siz tövsiyə edirəm ki, SS screen götürəsiniz və özünüzə saxlayasınız. Ərizəni çap eləməyə ehtiyac yoxdur. Ərizəni çap eləməyə ehtiyac yoxdur. Onu heç yerdə sizdən istəməyəcəklər. Sadəcə SS eləyib özü saxlaya bilərsiniz və yaxud da istəsəz çap eləyə bilərsiniz. O da problem deyil. Amma siz imtahana gedərkən bu ərizəni aparmayacaqsınız. İmtahana gedərkən siz imtahandan bir həftə qabaq DİM-in saytında buraxılış linki aktivləşəcək. Buraxılış kağızını oradan çap eləyəcəksiniz, endirib çap eləyəcəksiniz. İmtahana gedərkən vəsiqə, şəxsiyyət vəsiqəsi və həmin buraxılış vərəqəsi sizə lazım olacaq. Yəni bu ərizənin elektron forması və yaxud da çap forması sizə heç bir halda lazım deyil. Bu qədər. Özünüz də bu qeydiyyatı edə bilərsiniz. Sağ olun. Diqqətiniz üçün təşəkkür.